Mercedes GL Coupe. Maşının sol hissəsində heç bir zədə yoxdur. Bu günün jackpot maşınlarından biridir. Maşın çox gözəldir. Ön hissəsində zədə yoxdur. Maşının sağ hissəsinə gəldikdə belə bir gözəldir. Burasında yüngül bir batıq var. 360 kamerası var. 2026'dır, 2 motordur. 1160 cəmi yol gedib. Demək olar maşın təzə maşındır, Koreyadır. 41.000 dollardan girir aksiyona. Buna hardasa 50.000 dollara almaq olar bu maşını. Maşının sağ hissəsi, bu arxa hissəsi. Maşın süper bir maşındır, təzə maşındır da bir sözlə. Bu da bunun salonu. Maşın Koreya maşınıdır. 360 kamerası da var. Çox gözəldir.